Qardaş, bu Çabako nə eləmək istəyir? Başa düşə bilmirəm. Söhbət nədən gedir? İndi sizə onu danışım. Deməli, bilmirəm Çabako məni izləyir ya yoxsa siz ki izləmir. Prosta belə bir vəziyyət var. Mən qəlyanda ümumiyyətlə tütün olmayan qəlyan qarışımlarını çox da sevmirəm. Yəni əsasən də bu çaydır, siqardır. Çünki o privkus dillərdə hər tütün özünə məxsus dadı olur və bu çayda siqarın dadı mən çox sevmirəm. Deməli, Çabako birinci başlamışdı yüngül, orta və ağır çay listindən, yəni ki, tütünlər hazırlamağa. Okey, mən ağırlığa daha çox üstünlük verdiyimə görə Çabakonun ağırlığı mənə o qədər qane eləmirdi. Ondan sonra buraxdılar Huk. O Hukun ağırlığı həqiqətən yəni çoxdur. Huk boğaza vururdu. Dedim, yəni ki, Hukda boğaz vurma var, o var. Huk elə bir onu da düzəltdi. Çabako onu da düzəltdi. Bir şey, mənim ürəyim bir razı olsun. Bir sırf mənim üçün işləyir də bunlar. Nasıl olsun, onu da elədilər. Yəni, boğaza vurmanı da yığışdırdılar. Ağırlıq qaldı yerində. Sonra dedim ki, yəni, prosta biraz qatma qarışıqlıqdır da. Çabakoda biri var yüngül, orta, ağır, Huk. Yəni, biraz qarışıqdır da. Kaşa-malaşa belə. İnan mənə Çabako onu da düzəltdi. Götürdü, deməli, Çabako Strongu yığışdırdı. Yüngülü Çaba, deməli, bez nikotinsiz olanlar oldu Çaba. Orta oldu Çabako, ağır oldu Huk. Yəni, çox sadə. Dedim, yaxşı, amma bu çay yarpaqları o qədər də ürəyimcə deyil. Sağ olsun, elə bil onu da eşitdilər. Onu da eşitdilər və tütünlə hazırlanan beləsinə bir məhsul buraxdılar. Take-dən danışmamışdan qabaq, yəni elə bilmirəm, mən Çabakonu sırf istəyirəm, yox. Misal üçün, Çabako çay listindən olan tütünlər arasında ən çox çeşidi olan, aroması olan və birinci yerdə olan bir firmadır. Yəni, Çabako hər zaman özlərində işləyir. Bu tütünlə çıxartdılar, yəni deyirəm, Çabako bir dənə qaldı, siqar da buraxsa, daha mənim onlara sözüm yoxdur da, yəni siqar buraxsa, qəlyan aparatıdır, aksesuarlar da buraxsa, vəsə. Deməli, girək indi biz, görək Çabako bizə nə vəd verir bu tütündə. Yəni, bu take. Deyir, bu təzə take tütünü orta ağırlıqdadır və iki növ tütün növündən hazırlanıb. Virginia, ağır Virginia və heç bir əlavə dad olmadan, yəni tütünün özünün heç bir əlavə dadı olmadan, bu deməkdir ki, tütün yaxşı yuyulub və Virginia'nın dadını hiss eləmirsiniz, bazı dadını. Və Burley, hansı ki, nazi və yaxud ki, xırda doğranışlarla və heç bir baza dadı və yaxud da ki, əlavə dad hiss olunmadan və vəd verir ki, bunun ağırlığı orta ağırlıqdır. Okey, keçək o birislərinə. Deməli, nə vəd verir? Birinci vəd verir ki, iki cür bunun aromaları var. Birinci mono aromalar, yəni tək. Bu nə deməkdir? Bu, mən həmişə demişəm, qəlyançı üçün ən vacib olan mono aromalardır. Çünki qəlyançı öz fantaziyasını işə salıb, yeni mikslər yarada bilir. Sonra deyir ki, mix halında olan tütünlər də var ya, dadlar var. Bu nəyə yaxşıdır? Bu, evdə qəlyan çəkənlər üçün hazır qarışımlardır. Aldınız, yəni çaşkanın içində doldurdunuz, çəkdiniz. Mən bunu misal üçün qəlyanxanalarda bəyənmirəm. Çünki qəlyançının işi bir düşür, yəni ehtiyac olmur. Sonra, deyir ki, rahat istifadə olunur. Okey, bu nə deməkdir? Bu o deməkdir ki, paketin üzərində, qabaşdırmanın üzərində dəqiq ad var və rənglər müxtəlifdir və gözə gəlinməlidir. Doğrudan da elədir. Məsəl üçün, bu yolkadır, yəni birbaşa özüdür. Misal üçün, burada yaşıl çay var. Yəni, yaşıl çay isə yaşıl çaydır. Baza dadı var, baza dadıdır. Bu çaxırdır. Misal üçün, Yeni Zelandiya çaxırı qoyublar adını. Yəni, adı nədirsə, dadı da odur. Yəni, durub, məsəl üçün, nara başqa bir qeyri-adi bir şey fikirləşməyiblər, moruğa qeyri-adi bir şey fikirləşməyiblər. Sonra, ən əsası, deyir, komfortlu çəkiliş. Deyir, siz, deyir, bu tütündə
tərkibindəki blendə görə, texnologiyaya görə, yəni nə dad varsa onun özünü hiss eləyirsiniz. Yəni məsəl üçün bunun üzərində yolkadırsa, yəni yolka dadını siz tam dəqiqliklə hiss edirsiniz və yəni fonda falan belə hiss eləmirsiniz. Deyir ki, sonra deyir nə deyir burada? Hə, tütünün çəkiliş müddəti. Deyir ki, bu tütün istiliyə dözümlüdür və çəkilişin axırına qədər siz deməli bu tütünün dadını və ağırlığını stabil saxlayır. Yəni bunu hiss eləyirsiniz. Və deyir tütün istiliyə dözümlüdür. Yəni heç bir halda tütün yanmır. Okey, məlumatlarla tanış olduq və onu da qeyd edeyim ki, hal-hazırda 16 dad ya 15 dad var idi və 5 yoxsa 6 yeni dad çıxıb. Yəni ümumilikdə 21 dadı var. Azərbaycanda hal-hazırda əgər səhv eləmirəmsə, bu arada 2 cür gəlir. Bir 25 qramlıq, bir də 100 qramlıq. 25 qramlıqda 15 ya 16 dad var. 100 qramlıqda deməli 10 ya 11 belə dad olmalıdır. Dadları yəni yaxınlaşıb Tabaçokda öyrənə bilərsiniz, orada məlumat verəcəklər. Okey, indi keçək tütünü yoxlayaq görək. Nədir? Biraz yaxından gəl, zəhmət olmasa. Burada mən səliqəsiz açdım, amma əslində burada yer var. Səliqə olsa mən deməli, istifadə edirik biz yolkanı. Deməli, uşaqlar, əvvəlcədən deyim. 25 qramlıq qablaşdırmalarda ən böyük problem şirənin çox olmağıdır. Yəni, digər 100 qramlıqdan fərqli olaraq, deməli, burada okey, deməli, indi birinci problem. Doğrudan da tütün çox xırda doğranılıb və şirəsi də biraz çox olduğuna görə bir-birindən ayırmaq biraz çətindir. Amma yəni doğrudan da ki, tütün Burley və Virginia yarpaqlarındandır. Yəni diqqətlə baxsaz, görünəcək ki, həm Burley var, həm Virginia var. Okey. İndi bunu düzəldək. Deməli, bunu qəşəng qarışdırdıq, bütün şirəni üstünə yaydıq. Deməli, turkadan istifadə eləyirəm. Buna səbəb də odur ki, deməli, turka həm orta ağırlıq üçün yaxşı seçimdir, həm tütünlü dadını ötürücülüyü əladır. Yəni, ona görə turka daha yaxşı seçimdir. Bu arada uşaqlar, onu da deyim ki, videolara baxış sayıdır, rəylərdir, gəlmir, yəni fikirlər gəlmir. Dəstək olmaq yaddan çıxır, ya bilə-bilə olmuruq, onu da bilmirəm. Nə olar ki, bizim ruslardan nə əksiyimiz var ki, onlar bir-birlərinə dəstək olur, amma biz olmuruq. Like dilənmirəm, yəni prosta dərdimi bölüşürəm ki, gəlirik də, üz-üzə gəlirik, degustasiyalarda üz-üzə gəlirik, obyektlərdə üz-üzə gəlirik, hamı deyib gülürük, amma heç kim dəstək olmur. Canımız da sağ olsun. Amma dəstək olmaq yaxşıdır. Millət, bu arada yoxlayanınız varsa, rəylərdə fikrinizi, yəni nə bilim, nə haqda danışım, o haqda video çəkim. Mən yüngül ara məsafəsi ilə düzəldirəm, hələ hazır deyil. Çünki mən özüm Kasanyanı sevmirəm. Əslində, normalda mən bunu Kasanya ilə yoxlamaq istəyərdim. Kasanyanı mən özüm sevmirəm deyə. Okey, deməli. Yaxın gəl bilən də çaşqanı göstərim. Gedək kömürlərimizi gözləyək, qızsın, yoxlayaq. Mənə belə bir şey. Amma əslində çox rahat düzəldir. Çox da şirəli gəlmədi. A few moments later. Millət, qəlyanımız çaşqamızı düzəltmişik. 4 kömürdə qoymuşuq, 26-lıqdır. Az qalıb. Tam qızsın. Mənim özümə də maraqlıdır necədir. Çünki mən yolka dadını dəhşət çox sevirəm.
Yolkanı mən sevmişəm deməli Dark Side-da. Sonra Hamburg'də. Blackburn-dəki də pis deyil. Tam ürəyimcə olmasa da, yəni pis deyil. Sonra axırıncı dəfə Spectrum-da Yolkanı yoxlamışdıq. O da pis deyildi, yaxşı idi. İndi görək bu Take nə edir. Bayaqlarda danışdıqlarımdan da belə çıxmasına mən Chabako'dan çox xoşum gəlmir. Yox, məsəl üçün Chabako elə dadlar buraxdı ki, bəlkə də deyərdim bizim sferada olan tütünlər arasında ən çox dada məxsus firmalardan biridir. Məsəl üçün Chabako'nun Pomerolası yəni dəhşət dadlıdır. Məsəl üçün orada var ekzotik fresh idi, yoxsa belə bir şeydir. Oğlan şəkli dəniz askisi ilə çox dadlıdır. Bəlkə də həyatımda çəkdiyim hazır mikslər arasında ən dadlı miks o. Sonra məsəl üçün Hook'da nar, yəni ən sevdiyim nar mənim Hook'dakidir. Çünki adətən nar çox şey olmur. Onda pərdənin dadıdır. Nar arasında pərdənin dadıdır deyə. Yəni çox bəyənirəm onu. Yəqin ki, çaşqamız hazır olar. Görək bizə nə vəd vermişdi? Komfortlu çəkiliş, orta ağırlıq, dad dəqiq hiss olunur və çəkilişin axırına qədər ağırlığı, dadı saxlayır və dedi ki, ağırlıq boğaza vurmur. Ağırlıq bildiyimiz kimi bəziləri var ki, boğazı incidirsə deməli bu ağırlıqdır, amma yox, elə deyil. Ağırlığı biz bədənimizə hiss etməliyik. Yəni nikotin bədənimizə vurduqca belə rahatlaşma deyək. Yəni onu hiss etməliyik. Çaşqamız yəqin hazır olar. Əla. Deməli, axıra qədər 4 kömürdə saxlayacaq. Yəni sözünüzü mən sevmirəm çox tüstünü, amma sadəcə tüstünü yoxlamaq üçün görək nə göstərir. Deməli, birinci çəkilişdən Yolkanın da hiss olundu. Yəni deyim ki, sizə çox maraqlı olar bunu miksdə işlətmək. Yəni limon vursaq, gilə meyvələr vursaq bunun yanına, əsasən də nar vursaq, yəni əla olar. Əla. Qəti yandırma yoxdur. Boğaz qıcıqlandırması yoxdur. Əmması sözsüz ki var. Vəd verdiyi orta ağırlıq yoxdur. Yəni bir qəlyançı kimi, bir ağır qəlyan sevən kimi ağırlıq orta deməzdim. Ortadan biraz aşağı. Amma götürsək bizim bazarı, yəni Azərbaycan bazarını götürsək, bazara uyğundur. Çünki bizdə hələ də insanlar ağır qəlyanı çox sevmirlər. Yəni bu ağırlıq bizim bazar üçün idealdır. Amma deyim ki, yox, ağırlıq orta ağırlıqdır. Yox, ortadan aşağıdır. Əla. Doğrudan da əla. Deməli, nə nəticəyə gəldik? Düzdür, mən ancaq hələ ki 25 qramlığı yoxlamışam. Deməli, doğrudan da xırda doğranışdır. 25 qramlıqda şirə çoxdur, amma həddindən artıq belə o axan şirə deyil. Buradan da görərsiniz, bu tütündür. Yəni çaşqadan düşən tütündür. Yəni şirə hələ axmayıb. Deməli, istiliyə dözümlüdür. Çünki 4 kömürdə çəkirəm və özüm bilə-bilə ara vaxt qoyuram ki, çaşqa daha çox qızsın, görüm nə göstərir. Yox, hələ ki yoxdur. Dadı dəqiq verir, yəni Yolkanın dadını hiss edirəm. Deməli, degustasiyada bəyəndiyim dadlar oldu, bəyənmədiklərim oldu. Bax, Yolkanı bəyənmişdim, yaşıl çayı bəyənmişdim, Yeni Zelandiya çaxırını bəyənmişdim. Bazı dadı yaxşıdır, amma şirindir. Mənə görə şirindir. Məncə bazı dadı bu qədər şirin olmalı deyil. Sonra orada misal üçün qarpızı bəyənmişlər, mən bəyənmədim. Misal üçün çeyrə milkshake mən bəyənmədim. Mən bəyənmədim o demək deyil, pisdir. Sadəcə mən bəyənmədim. Yəni daha bizdə orada elə oldu ki, mən bəyəndiyim dadları dostlarım bəyənmədi, dostlarım bəyəndiyində mən bəyənmədim. Yəni zövqlər müxtəlif olduğuna görə belə ümumiyyətlə götürsək, deməli. Take necə bir məhsuldur? Take bizim rahatlıqla alıb işləyəcəyimiz tütündür. Yəni yanmağı yoxdur.
Miksologiya əla işləyir. Deməli, dirikdə yanmaq, ağırlıq bizim bazara uyğundur. Yox, niyyətimizdə ağır gələn yığmaq varsa, məsləhət görmürəm. Yox, yəni yüngül və yaxud da ki, ortadan biraz aşağı gələn yığmaq istəyirsinizsə, doğrudan da məsləhət görürəm. Görürsünüz, bayaqdan danışıram, özüm çəkmirəm. Görüm, abratka da vermirəm. Qram boğaza qızıq vermir, öskürtmür və yanıq dadı yoxdur. Birinci dəqiqədən nəyə çəkirəmsə, hələ də odur. Növbəti videolar nə olsun istəyirsinizsə deyin, paylaşmağı, rəy bildirməyi, fikirlərinizi bildirməyi, sonra bəyənməyi bizi, abunə olmağınızı gözləyirəm. Növbəti çəkilişlərdə, növbəti videolarda görüşərik.